Hoş gördük sizləri nağıllar dünyasında. Gözəl dostlar. Deməli, istəyirəm bəzi legendaları, nağılları üstündən xətt çəkək. Yəni bunların əsl üzünü üzə çıxardaq. Bax, bütün internet deyir ki, hətta Anunnakilərin Mehdisi də deyir onu. Suşnus deyilir, varlıqlar var, belə deyirlər dostlar. Güya ki, bu sənsən, Karoca. Eləmi? Və o varlıqlar da sənin burada vampir kimi enerjini yeyirlər. Tamam. Başqa bir versiyada sənin Wi-Fi-in açıqdır, ora qoşulurlar, yəni zehnində. Öz mesajlarını göndərirlər, fikirləri səndə yaşayır. Sən də onları materiallaşdırırsan. O bəzi quşlar var, gedir başqa bir quşun yuvasında oturur. Onun yumurtasını buradan tullur, özü burada yumurtlayır. Və bu birisi quş gəlir ora, bunun əsl sahibi. Getmişdi yemək axtarsında. Yəni nəyəsə. Gəlir, oturur yumurtaların üstündə. Sonra bunun balalarını böyüdür. Təsəvvür edin. Yəni heyvanlar aləminə aid belə şeylər var, sənədli. Orada çoxdur buna bənzər bir şeylər. Sonra da bu da görür ki, balası özünə oxşamır. Bu nətər olan şeydir. O balada bunun öz balalarının qrup nə olur? O yumurtadan çıxandan bir müddət sonra başlayır bunun balalarını məhv etməyə. Yetim də məcbur qalır, elə bundan yaşayır. Belə şeylər bilsiz nə qədər olub. Deməli, birinin uşağı olmur, gedir kimdənsə uşaq tutur və ailə dağılmasında qaldılar bir yerdə. Tarix boyu dolu olub belə şeylər. Sizlər də tanıyırsınız, bəlkə də qonşunuzda da var. Nəysə, sonunda adamdır da. Elə bir ki, dettomuna götürmüşsün, nə fərqi var ki. Məsələ indi bu deyil. Məsələ nədir? Bax, bu suşnus məsələsi. İndi burada müəyyən, biraz heyvanlar, biraz insanlar misallar çəkdik. Bunu başqa cür deyə bilərsən də, bu suşnusdan başqa bir versiyası. Bir dənə bir məmur oturub burada 1 milyon adamın pulunu yeyir. Enerjisini sorur. Özü də yeyə də bilmir. Prosta orada burada mülk alır, hamısı da sonra qalır, çürüyür. Mebel hamısı xarab olur, yaşayan yoxdur. Fərq eləmir də sonunda. Darmovoy bir şeydir belə deyək. Bu da məhv olur. İndi burada nədən gedir söhbət? Mehdinin o söz ki deyir, bunlar suşnuslar gəldi yedi və yaxud da ki başqa cür insanlar milyon dənə o ezoterika ilə məşğuldur ki, suşnuslar sizin enerjinizi çəkirlər. Bunlar istəyir siz ömrü boyu negativ fikirləşəsiniz, depressiyada olasınız ki, bunlar sizin enerjinizlə qidalanırlar. Bunun adına arxont qoyurlar. Güya ki bunlar o göyün qübbəsini dəyişiblər. Burada özlərindən qalagram düzəldiblər. Nəmli edirlər və bu ulduzlar burada yoxdur filandır. İndi burada məsələ nədən gedir? Güya da bu sistemi dəyişdilər bunlar və burada ancaq negativlər olur. Parnik kimi. Həminlə bunlar da buradan gəlib bunu yeyirlər. Boş söhbətdir. Boş şeylər hamısı. Prosta sənin yenə də zehnini başqa yerə yönəltmək üçün, sən öz daxili həqiqətlərə qovuşmayasan deyə və s. və s. Amma güya ki bunun üçün edirlər ki, sən bunu başa düşəsən və buna əgər bu göyün qübbəsini dəyişibsə bu varlıq, eləmi? Birincisi, mən onun qarşı nətər çıxmır. Bir. İkincisi, bu bunu eləyibsə, o mənim enerjim neyini ki, bu gör nəyə qadirdir. Bunu hansı enerji ilə elədi görəsən? Mən hələ təzə yaranmışam da, ən sonuncu varlığam. Bunlar milyard ildir vardılar. Nə oldu, məni gözləyirdilər. Belə çıxır ki, mən bunların mehdisiyəm də, xilaskarıyam, bunlara ruzu verirəm. Bölüşürəm bunlarla. Qarıcı, bunlar heç bir deyil, əslində. Boş şeylərdir. Burada məsələ nədir? Bu sənin zehnindir, tutalım, elə mi? Beynin, qulağı, saçları. Qarıcı, nəsə rəssamlıq sərgisi olsa dəvət edeyim məni. Beləliklə, sən ruhunla yaşayanda, əslində ruhunla da yaşamalısan, çünki sən hüceyrələrdən ibarətsən, onlara
ümid, gözəl niyyət, pozitiv, xoş bir sözlər lazımdır. Sən ruhundan yapışanda tükənməz bir enerji sahib olursun. Elə bil ki, bu ağacdır. Mənim ağacıma bax da indi. Burada da yarpaqlardır belə. Bu da torpaqdır. Torpaq güya ki Allahdır. Məsəl üçün də bu ağac da ruhundur. Yəni mükəmməl bir yerdən buradan gəlib. Onun enerjisi buradan təmin olunur. Bu da elə həmin o enerji çıxır bura ağac formasında, torpağın enerjisi. Bu yarpaqlarda biz derik. Əgər yarpaqlar bu saplağı ilə birləşməyibsə bu budağa nə olacaq? Saralacaq, solacaq, öləcək, məhv olacaq. İndi bu birisi yarpaq deyəcək ki, sən bilsən söhbətlərdən ki, burada bir arxunt var, o sənin enerji yeyir. Elə deyil, sən burada ruhundan sağollaşanda, onu heç vecivə almayanda, ondan qidalanmayanda, əlaqən üzüləndə, zehinlə qalarsan, avtomatik olaraq batareykan azalır. Ya da bunu loru bir dilində deyək, ən sadə dildə, lap sadə dildə deyək. Sən telefonu ya nəyisə qoşmusan toka 220 volta. İndi bu telefonla qoymuşsan bir dənə seriala baxırsan, eləmi? Yanında da bir nəfər oturub baxır. Bu deyir ki, birdən telefon sönər və ya da notebook sönər. Zaryadkaya taxmışsan, sən sənə arxaya ol ki, bu zaryadkadadır. Yəni kinoya biz 2 saat baxacağıq, bunun zaryadkası azalmayacaq. İndi ikinci variantda işıqlar sönür, amma səndə zaryadka var idi. Və yaxud da ki, taxmamısan mutlaka. Oturub dostunla baxırsan burada notebookda nə bilim seriala, bir də baxsan orada yazır ki 20% batareykan qalıb. O üçün ölür. Xəbərdarlıq edir. Və sən bunu vecivə almasan, sönəcək birazdan. Yəni əgər sən ruhunla yaşasan, enerji mənbəyindesin. Ruhundan ayrıldığın üçün nə baş verir? Sən olan qalan zehnində olan bu 100% enerji yox idi. O başlayır azalmağa, azalır və sən başlayırsan bu birisindən enerji almağa, negativlə, onu nə bilim əsəbləşdirməyə və yaxud da ki özün qızıq olursan. Bir sözlə bu da sənin narazılıq edir, deyir negativ insandır falan, amma sənin enerjin çatmır axı. Negativ olasın. Necə insan acı olanda əsəb olur, seksual enerjisi yerində olmayanda əsəb olur, nə bilim, arzusuna çatmayanda əsəb olur. Və s. fərq eləmir. Sonunda sən bu depolanmayanda, sən enerjin gəlməyəndə, ruhundan uzaqlaşdınsa bu şeylərdən üzləşəsən və o zaman makrellər ortaya girəcək. Deyəcək ki, sən suşnuslar var, səndən qidalanır. Yəni, bu qədər sadədir hər şey. Əslində nə baş verir? Sən tutalım da, nəfəsi saxlamısan 10 saniyə, 20 saniyə, 30 saniyə. 40-a çatdığında baxarsan ki, ürək döyüntün bəkləşdi, təngi nəfəs kimi oldun. Nəsə də içində belə şeylər başlayacaq belə. Çox çətin bir momentlər başlayacaq. Sanki özü kəndirini asmışsan və havan çatmır. Sənə sroşla hava lazımdır. İçində olan o hava nə qədər varsa o tükəndi. Hüceyrələr bölüşdürdülər öz aralarında və nanay, все. Bitdi hər şey. Bax, belə, təxminən buna bənzər bir şeylərdir. Və istər-istəməz həmin o hüceyrələr tutalım da sən enerjin azalanda nə olur? Gözün frekansı dəyişir. Burada bunlar zəifləyir. Nə bilim, nəfəs alman zəifləyir, ürəyin döyüntüsü zəifləyir və avtomatik olaraq hüceyrələrdə qəribə bir proses baş verir və onlar bir varlıq kimi enerji olaraq sənin üstünə cumurlar. Səni sıxmağa başlayırlar. Yəni insan adi bir insanda gir bir dənə darısqal bir yerdə uzan, narahat bir yerdə. Ayaqqabı 2 razmer, 1 razmer balaca giy, baxarsan ki, orqanizmə müharibə edir. Bu orqanizmə bu deyil, tək, bu bütövdür. Yəni, kainatla əlaqəlidir bunlar hamısı. Buna bir şey olanda kainatın da orada da nəsə baş verir, onun da enerjisi üstə gəlir. Bax, belə bir şeydir. Və bu birisi bu varlıqlara qalanda, normalda bu varlıqlar var. Amma bunun səndən əlaqəsi yoxdur. Sən ruhunlansansa, sən başqa bir
Elə bir ki, magistral yoldur, sən 120-lik yolda gedirsən, o da gedir 70-lik yolda. Səninlə əlaqəsi yoxdur. Sən batareykanın azalanda, benzinin azalanda nəsə belə imək gəlib düşürsən 70-ə, orada bunlar dəyirsən, dang, 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 avariya olur. Və deyirsən ki, bax, bunlar mənim enerjimi çəkdi, mənə mane oldular. Yox, sən çıxdın restdən. Sən onların ərazisinə girmirsən. Onlar sənin ərazivə yox. Öz frekansında qal, öz dalğanda qal və s. və s. belə bir şeydir. Görürsən, çatdıra bildimmi fikri? Heç olmasa bir 10% çatdırsam, kreativ adamlarsınız. Siz daha söhbətin nədən getdiyini özünüz yaxşı bilərsiniz. Hansı misallarla bunu bənzətməklə göstərim sizə. Elementar öz həyatımdan deyim də. Deməli, bir 10 il demək olar ki, depressiyada olmuşam. O da nədir? Anam dünyasını dəyişdi. Mənim üçün həyat bitdi. Həyat eşqim söndü. Elə indi də sönük kimi bir şeydir. Yaşamıram demək olar ki. Amma məsələ bu deyil. Buradan bir statdır. Həmin o 2 il keçmişdi. Hocam bütün günü negativ fikirləşirdim. Bütün günü fikirliydim. Pozitiv sözlü lüğətimdə yox idi. Günlərin bir günü deməli getmişəm, bir rəssam dostum var. Onlara uşaq vaxtı mən musiqi yazırdım, o da şəkil çəkirdi. Səhərə qədər bu cür yaradıcılıqla məşğulum. Mükəmməl idi. Sovet dövrü idi də, xoşbəxt anlar idi. Valideyn hesabına dolanırdı. Yəni yemək dərdi çəkmirdin, qalmaq dərdi çəkmirdin. Bilmirdin, kreditini söhbəti vəbşə yox idi. Sonradan bu kredit lüğət artırıldı. Bir sözlə, deməli, indi getmişəm bu depressiya vaxtında onlara. Heç nə. Koridorun işığı düşür otağa. Mən də qapının ağzında kravat var, yatmışam. Burada divardır. Yəni, burada çəkim daha dəqiq olsun. Bu qapıdır, bu işıq düşür buradan. Burada kravatdır, burada da divardır. Deməli, mənim də üzüm buradır. Otaq da bir balaca işıqlıdır, yüngül varıb, koridorun işığından. Bir də baxın ki, boynumda nəsə bir ağrı var. Sanki nəsə olub, iynə batıbdır. Amma bir toçka deyil, 3-4 dənə toçkadır. Yavaşca gözümü açdım ki, bu nədir belə? Yəni, insan hissiyatı varlıqdır. Gecə vaxtı yuxudan ayılında ruhundan olursan deyə. Vəbşə rahat olur bu hisslər. Deməli, gördüm ki, bu divarda bir dənə A4 kağıza kimi və yaxud da ki, renginin o plyunkası sonra qapqara. Bax, belə bir varlıqdır, nazik. Belə. Bunun xortumu var, buradan 3 dənə. Gəlib mənim boynuma yapışıb. Buradan sorur məni, nəsə. Bu, hiss elə ki, mən ona baxıram. Burada divardadır, divarı keçdi o tərəfə, su yoxdur. Mən harca bir 40 dəqiqə boynumun ağrısına yata bilmədim. İndi cəmadın evidir, durub səs-küy saymadım, gedim güzgü axtarım, görüm bu nədir. Səhər olsun gəldim hamama, baxıram boynuma. 3 dənə belə toçka var, qırmızı rəngdə. Həmin onun xortumunun izləri. Mən negativ düşünəndə bu onu sorurdu. Avtomatik olaraq mən bunların o frekansına düşmüşəm. Elə bir ki, qonaqlıq vermişəm də bunlara. Gəlmişəm, açmışam kaşloku, pulları səpəliyirəm. Kimlərsə də götürür yerdən. Qıraqdan da baxanda ki, bunlar sənin enerjini sorur. Yox, mən gətirib verim də bunlar. Bu yetimlər neynəsin? Sən gətir pişiyə yemək verginlə, eləmi? Sonra bu da desin ki, pişik sənin enerji alır. Başqası da deyəcək ki, sən savab qazanırsan. O birisi deyəcək ki, pişiklər maaş almır, sənin əlivə baxır, sən onları yedirtmə borcundur. Yəni, hərə bir şey deyəcək də bunun barədə. Amma həqiqət nədirsə odur. Ona görə deyilənləri boş verin getsin. Öz düşüncənizlə, öz zehninizlə. Sən ruhsan, ruh yaradandır. Tanrının özüdür. Ona kim və nə müdaxilə edə bilər? Özün düşün. Burada sənsən, bu sənin ruhundur. Sən bundan ayrılanda avtomatik olaraq düşəsən bu birisi əraziyə. Ki, bunların o formatı səndən uyğun gəlmir. Məsəl üçün, kosmonavt getsə buradan kosmosa, eləmi? Amma başına şilləyim zat, o paltarı var da, onu geyməsə. Nə olacaq orada? Orada əvvəla soyuqdur.
kosmosda. Şaxta var. Yəni belə deyirlər. Əks halda bunu niyə geyinsinlər ki? Sonra oranın o hava sıxlığı nə idisə, bunu məhv edəcək. Çünki sonra da hava yoxdursa, vəbşə havasızlıqdan öləcək. İndi bunlar negativ sayılır. Yoxsa ki bu buna uyğun deyil. Bu bədən, bu avatar bura üçün deyil. Elə material var ki, odun içinə atırsan, nə yanır, nə qızarır, nə istiləşir. Elə bir şey var ki, elə oda yaxın gəlməmiş yana bilər. Məsələn, benzin dərhal alışa bilər. O indi baxan deyir ki, bu buna düşməndir. Benzinlə od bir-birinə düşməndir. Yox da bu reaksiya verir də bunların o xüsusiyyətləri odur. İndi bu yetim suşnası yaradılıbsa, o da özünə görə ailəsi var, gücü var və kreativ bir varlıqdır. Sən de onu gətirib ehsan eləmirsən, nəsə yeyib içməyə dəvət edirsən və deyirsən ki, sən mənə sorursan, nə vaxt gəldi o sənin enerjili sordu ki, durduğun yerdə. Belə şey yox, sən ruhundan ayrılanda düşürsən ora. Bu qədər sadədir əslində. Yəni boş-boş nağıllara, ay nə bilim nələrə inanmayın. Nəysə, belə. O qədər şeylər deyirəm sizə, hələ zaman deyil. Sağlıq olsun.